Salam əziz tələbələr, indi isə dövlət qulluğu imtahanında istifadə olunmuş belə bir testin izahına baxırıq. Gəlin görək bizə nə deyir. Evdən 11:04-də çıxmalı olan adam dəqiq işləyən saatına güzgüdə baxanda şəkildəki vəziyyəti görür. Yəni bu aşağıda gördüyümüz vəziyyəti. Hansı variantda həmin adamın evdən neçə dəqiqə sonra çıxmalı olduğu dəqiq vaxt verilib? Təbii ki, biz birinci növbədə fikirləşməliyik ki, burada aşağıda verilmiş saat onun güzgüdə gördüyü saatdır. Düzgün saat neçə olmalı idi bəs? Güzgüdə verilən düzgün saat təbii ki, tam bunun əksi formasında. Yəni, baxın, yuxarıdakından 2 vahid bura gəlibsə, 2 vahid də bura gəlməlikdir. Düzdürmü? Bax, bu istiqamətdə durmalı. Bax, belə saat və dəqiqə əqrəbləri bax, belə dayanmalı idi. İndi bizdən soruşur ki, bax, burada diqqətli olmalı olduğunuz bir hissə var. Bizdən soruşur ki, bax, buradakı saat neçədirsə, bax, bu saat neçəni göstərirsə, həmin o saatla 11:04 arasındakı dəqiqə fərqi lazımdır bizə. Hal-hazırda, bax, bu gördüyünüz saat bizə neçəni göstərir? Bu hissədə 9-dursa, deməli saat 09:49 ola bilər. 11:04 ilə 09:49 arasında nə qədər məsafə varsa onu hesablamaq lazımdır. Bu səbəbdən mən aşağıda yazıram 11:04 və 09:49-dan 11:04-ə qədər neçə dəqiqə vaxt keçibsə, həmin o dəqiqəni hesablamaq lazımdır. Bunun üçün düşünürəm ki, baxın, 11 dəqiqə sonra artıq saat 10:00 olacaq. Saat 10:00-dan 11:00-a qədər 60 dəqiqə vaxt buradadır və əlavə olaraq bir də bizim 4 dəqiqəmiz var. Sadəcə bunları hesablamaq lazımdır və beləliklə 75 dəqiqə olduğu ortaya çıxır. Düzgün cavab olur B variantı.